Azərbaycanı 4 gün qatı duman bürüyəcək. Səbəb nədir? Report Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gündüz saatlarında temperaturun yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsi dumanın əmələ gəlməsinə səbəb olub. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında eyni zamanda Naftalan, Şəmkir, Gəncə, Balakən, Qusar, Şamaxı, Qobustan, Bərdə, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Yevlax, Tərtər, Mingəçevir, Biləsuvar və Ağdamda duman müşahidə olunub. Görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb. Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin noyabrın 15-nə qədər fasilələrlə davam edəcəyi gözlənilir.